Qarabağın baş məşqçisi Qurban Qurbanov Euronewsə müsahibə verib. Təcrübəli mütəxəssis əvvəlcə Azərbaycanın idman ölkəsi olmasını xatırladı. Bizim çoxlu çempion idmançılarımız var. İstər güləş, istərsə də cüdoda. Olimpiya və dünya çempionlarımız da var. Ümumiyyətlə Azərbaycan idman ölkəsidir. Qurban Qurbanov komandasının uğurlarından və hədəflərindən də danışıb. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı. Futbol elə səviyyəyə çatıb ki, bunu əldə etmək heç də asan deyil. Futbolçulara hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı bəlkə də sözlə ifadə edə bilmərəm. Çünki Benfica kimi komanda önündə 2 top buraxdıqdan sonra 3 qol vurmaq böyük nailiyyətdir. Çünki Benfica istənilən an 3 və ya 4-cü qol vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də nadir insan olardı ki, nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasına çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi. Qurban Qurbanov daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayır. Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq daha da irəli getmək olur. Get-gedə həm Qarabağa, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyimizə dair ümidlərimiz artır.